Hər vaxtınız xeyirli olsun, gözəl dostlar. İstəyirəm çox çətin bir mövzuya toxunum. Sevgiyə. Deməli, insanlar sevirlər. Bunlar sadəcə necə sevməyi unudublar. Necə ki, öz kimliklərini unudublar. Həqiqətdə kimdir onu unutduqları üçün onlar ruhdurlar, ruhun adı sevgidir, azadlıqdır, nə bilim, möhtəşəmlikdir, xoşbəxtlikdir və s. Yəni, ən mükəmməl adlar ona aiddir, müsbət adlar. Bax, onu unutduqları üçün əsl özləri olmurlar da, ya kserkopya olurlar, ya da ki, zehinlərinə başqalarının köhnəlmiş fikirlərini yükləyib balaca bir mini ego düzəldirlər. Bax, əsl kimliyini unutduğun üçün sevgini də nətər olmalıdır, onu unudurlar. İndi şükür, çoxu deyir ki, sevgi tutalım da, təmənnasız olmalıdır. Sonra ondan nəsə tələb etməli deyil, yəni bu da elə təmənnasızlıq kimi bir şey çıxdı. Yəni şərtlər qoymalı deyil ən azından, bir də özəlləşdirməli deyil. Yəni bu sənin şəxsi malın deyil. Bu kimisə qızı, oğludur və 20 ildir bir-birinizi tanımırdı, şimdi tanış oldu, sən onu birdən-birə özəlləşdirin. Bu da niyə belə olur? Çünki bizdə Hədiyyə 20-də bütün bu qısqanclıqdır, ümumiyyətlə hisslər barədə, bu hisslər nədir? Təhrif olunanda, bunu qidalandırmayanda, buna nələrsə başını oynatanda, bununla tanış olmayanda nələr, yəni çevrilib nə olur? Yəni qısqanclıq normal bir his deyil, təbii ki. Bu Hədiyyə 20-də YouTube-da var. Kimlər ki, təlimdə iştirak eləməyib, YouTube-da Hədiyyə 20-yə qulaq asıb bu barədə informasiya ala bilər. Keçək indi əsas məsələ. Yaxşı, bu sevginin başqa tərəfi nədir? Biz ancaq bildiyimiz tərəfi budur da, təmənnasız olmalıdır, heç bir şərt olmalı deyil, olduğu kimi qəbul eləməlidir və s. Yaxşı, hələ buna çata bilməyib çox insan. Yəni, bu sadəcə birinci mərhələdir. Keçirik indi ikinci mərhələyə. İkinci mərhələ nədir sevgi? Bunu necə? Bəlkə də bəzən görürsən ikinci mərhələni daha tez qavrayırlar və buna dostluqda çıxış daha tez olur. Buna görə də ikincini deyək. Bax, bu insandır. Deyirəm. Şimdi bu qız da oğlanı fərq eləmir, sonunda insandır. Yəni, dahi rəssam çəkdiyi şəkildə belə olacaq da. Beləliklə, bu da bir nəfərdir, bu da insandır. İnsan nədir? Bax, bu ağac, yolka ağacı da gör. Biraz da bu lentdən olsaq, bu da qəşəng. Bir sözlə, nə qədər ki ağaclar var, torpaq var, su var, hava var, yəni bütün kainat, ulduzlar nə varsa, onların hərəsindən bir dənə damla belə DNK formasında balaca bir molekul. Hamısı birləşir. Bunların cəmi olur bax bu fiziki forma. İndi bunların enerjisi də var bu kainatın, ağacların, varlıq aləminin, günəşin. Bunların da enerjisindən, onu ruh, Allah da deyə bilərsiniz ona, fərq eləmir. O da bunun o mənəvi tərəfini, auralar, çakralar falan, yəni hərəkət eləsin deyə, canlı olsun. Bunun vasitəsilə yaransın nələrsə. Bax, budur, insandır. Bu da eyni şeyi təşkil edir. Əgər bu, bütün bu kainatı sevirsə və bütün kainatı təmsil edirsə, söhbət üçüncü boyutdan getmir, normal düşüncədən gedir. Yəni, proje boyut girmir. Normal adamdırsa, deməli bu adamdır. Fərqi yoxdur o yarlıqların, klitskaların, boyutları bölməyin. Mən normal indi adamdan danışıram ki, əgər bu normal adamdırsa, bu bütövi özündə yaşadırsa, bunu təmsil edirsə, ağacın qeydinə qalarsa, onu özündən ayrı saymırsa, yaradanı özündən ayrı saymırsa, kainatı özündən ayrı saymırsa, normal düşüncəli insandırsa, məsuliyyətlidir, hər şeyin qədrini bilirsə, dəyərini bilirsə, bu sevginin özünə çevrilir. Niyə? Çünki ruhu ilə yaşayır. Çünki bunun düşüncəsində artıq üçüncü boyut düşüncəsi deyil, bu zehni, debil zehin deyil, ruhun proqramı ilə. Hansı o ruh ki, mələklərə dərs keçmişdir. Normal şeylər öyrədəcək də, dava dalaş öyrətməyəcək.
Mələklər deyir ki, bu qan tökənləri neyləsin, dava dalaş salanları yaradıb. Siz bilmirsiniz. Ruh gəldi onlara elə intellektual şeylər baş saldı ki, bunlara wow, biz sizi debil bilirdik bu insanlara. Akarsa ruhu olan insan debil değilmiş. Beləliklə, həmin bu bütünü təmsil edirsə, bunu sevəndə bilirsin nə baş verir? Əslində bu sevgisinin eyni sevgini ağaca da yönəldir, pişiyə də yönəldir, nə bilim suya da, təbiətə də, günəşə də. O özü idarə edir hisslərini və fikirlərini. Bu, deməli, həmin buna sevgisini bildirəndə axı bunu təmsil edir. Demək istəyir ki, ağac, yer, göy, günəş, hava, tanrı nə varsa səni sevirik, ey varlıq. Yəni burada mən yoxdur. Burada mən deyəndə bizi nəzərdə tutur. Biz səni sevirik. Və bunun dili ilə danışır. Əslində bu hissiyatdadırsa, ağacı görəndə ağac ondan danışacaq, sevgisini bildirəcək. Zaten təbiət, günəş hamısı sevgisini bildirir deyə buradadılar da, sənə görə buradadılar. Yoxsa bunlar nə işi vardı? Eyni zamanda sən bunların övladısan. Dərk edəndə bunları təmsil etdiyi bilirsən. Bu, mən deyəndə artıq bunların adından deyir və yaxud da biz səni sevirik deyə bilər. Fərq eləmir. Bunların səni sevdiyini deyir. Təsəvvür də. Eyni zamanda da bu da axı bunların cəmidir. Torpaq, su, hava, od, nəmlə. Bunlara, bunun timsalında bunlara demiş olur. Mən səni sevirəm. Yəni torpağı, günəşi sən bu görsənən deyilsən də bunlar zərrələrdir ki, həmin bu planetdən, ulduzdan, göydən, günəşdən, həyatdan, yaradandan səndə cəm olub. Səni sevirəm də bunları sevirəm demək istəyir. Yəni sən bu görsənən bu fiziki bədən deyilsən, busan, bütövsən, mini tanrı, mini kainatsan, qalaqramsan. Amma bura çox insanlar hələ çata bilməyib, çünki onlar özlərini yerdən, göydən, günəşdən, tanrıdan, hər şeydən ayrı sayırlar. Tanrını da bunlardan ayrı sayırlar. Halbuki Allah enerjidir. Enerji olmasa bunlar olmaz. Allahın istəyi olmasa bunlar yarana bilməz. Yaranması üçün də Allahdan bir enerji lazımdır, niyyət lazımdır, potensial lazımdır, və s. Bax, bu cür şeylər. Burada əsas məsələ nədir? Sən özün olmalısın. Kserokop yox. Özün olanda kim olduğu daha rahat başa düşürsən. Niyə? Çünki azadlığa qovuşursan. Azad olmaq özün olmaqdır, özün olmaq azad olmaqdır. Və sən artıq bütöv başa düşürsən, nəyəsə bağlı qalmırsan. Zehnindəki proqramlar cəhənnəm olub çıxıb gedir, boş-boş şeylərdir, öz işin gücündə alırsan. Bunlar kimisə xeyir verməyib. Ona görə mələklər deyir ki, bu debillərin proqramında ancaq qırğındır, qiyamətdir. Neyinirsən bunlara? Ruhun proqramı isə tamam başqadır. Sizin hamınıza bax bu gözəl proqramı arzu edirəm. Sevginin özünə çevrilməyi. Əsl o sizin DNK-nızda nə var? Fabrik ayarları. Bax, o cür Adəm mələklərə dərs keçdiyə, bax, həmin o formaya. Cənnətə gedib o halı dəyişdiyi forması yox. Zehni. İndi biz onunla yaşayırıq, zehinlə. Bax, bunu arzu edirəm. Bunda tək mən yox, Quran-ı Kərimdir. Xatırla, mesajlar verir. Nəyi xatırlayım? Ruhunda həmin o mələkləri öyrətdiyini. Yaxşı, bu material mən hardan alım? Onu sən belə də ala bilərsən, ruhunla danışıb. Zehni şeyləri poz, heç biri sənin deyil. Mən şəxsən o cür elədim. Bütün qadağaların üstünə getdim. Çünki bildim ki, bunu cəmaət deyir. Mən 2 yaşım olanda nə istirdim, eləyirdim. Qadağana olmazlar, filanlar sonradan sırdılar. Deməli, hamısını bir qoş. Ziddinə getdim və sonda özümə qovuşdum. Burada isə, deməli, məsələ nədir? Bir siz YouTube-da, Ruhsal Kodlar kanalında hədiyyələr dinləyə bilərsiniz. Bax, bu xatırlamalar yada salmaq üçün, özün olmaq üçün, ruhunun proqramını bilmək üçün. Ya da ki, bizim pulsuz təlimlərimiz var. Ora qoşula bilərsiniz ki, onlar da məncə ehtiyac yoxdur. Elə ən salamatı hədiyyələr dinləyib. Bura çata bilsəz, böyük bir şeydir. Yəni. Bu elə yetər. Təşəkkür edirəm, var olasınız.